Sen kimsen? Hey! Terplenme vurdu! Yanında gördüyünüz Abbasqulu bəyin az sonra səsləndirəcəyi ifadələrdə sətiraltı məna ilə tarixi gerçəklik gizlənir. Aşırım, dayan ha, atlar herifdir. Hey! Düşün hatta! Biz Kərbalay'ın qonaqlarıyıq, onun yanına gedirik. Kərbalayı qonaqpərəst adamdır. Ancaq indi qonaq kabul eləmir. Ədə! Qonağa xoş gəlmişsən deyərlər. Sovet hökumətinin Qarabağlar kəndinə ezam elədiyi elçisinin, yəni Abbasqulu bəyin bu cümlələrində rejissorun gizli bir mesajı var. O bununla Sovet hökumətinin bu torpaqlarda əzəli olmadığına, müvəqqəti qonaq olduğuna sətiraltı işarə edir. Filmdə açıq göstərilməsə də, xalq üçün böyük bir tarixi travma var. Azərbaycanın sovetləşdirilməsi prosesi, sosial strukturların zorla dəyişdirilməsi və fərdi mülkiyyətin ləğvi. Müəllif filmdə ideoloji neytrallıq illüziyasını elə qurur ki, tamaşaçı üçün nə köhnə dünya ideal, nə də yeni dünya ümidverici görünür. Hadi hey! Sen buradan ağırlığılıysan. Yoksa bunları senin tek göz anan yanınan toxuyub. Belki sizin evinizden dartıp getirmişler. Kərbəlayı, bizə taxıl lazımdır. Yoktu məndə taxıl. Balans saxlayan müəllif təktərəfli təbliğatdan uzaq duraraq yaxşı və pisi sərt xətlərlə ayırır. Bununla belə, müəllif şuuraltıya təmas edərək tamaşaçıya hansı tərəfdə durmalı olduğunu vizual pıçıltı ilə ötürməyi bacarır. Bu işi necə qurtaracağı sənə bəllidir. Topxanan yox, cəbbəxanan yox. Namusumuz, qeyrətimiz var, bəy.